Xahiş edirəm. Orada bax, təqib et sözü var və yaxud da follow sheet var və yaxud da bəyənmə var, bəyənmək, təqib atmaq, səhifəmə abunə olmaq nə jetonla, nə pulla deyil. Ona görə də pulsuz olaraq, halallıq olaraq bəyənin, təqib atın və Instagram və TikTok səhifəmə abunə olun. Çünki maraqlı canlılarımız olacaq. Müjdər qutardıqdan sonra illər haqqında məlumat verəcəm. Ay mənim dəyərli, əziz izləyicilərim. Ay mənim gözəl oxatanlarım. Oxatan bürcü altında doğulan xanımlar və bəylər, siz nə qədər gözəlsiz, siz nə qədər dəyərlisiz, siz nə qədər sözü bütöv, ondan sonra sözünə əməl eləyən, ondan sonra verdiyi sözü tutan, üstün tutan, əyilməyən, mərd və həmişə qamətini düz saxlayan, ağıllı, müdrik bir bürc sahibisiniz. Çünki mən həmişə deyirlər ki, neçənci ilə kimi mən deyirəm, Oxatan bürcü altıda doğulan insanlar 22-si 11-ci aydan 21-i 12-ci aya qədər Oxatan bürcü altında doğulanlardır. Oxatan bürcü altında doğulan insanlar, mən həmişə qadın və kişilərlə ayrı-ayrılıqda dediyimə görə paylaşım çox uzun gəlir. Ona görə də altından yazırlar ki, ay ürəyin çərrəsin. Axır deyilən 2026-cı il nə gözləyir də, tabi bitdik ki, ona görə də bunu nəzərə alaraq ümumi deyirəm, amma sonradan qadınların və bəylərin xüsusiyyətlərini deyəcəm. Onu da deyim ki, Oxatan bürcü altında doğulan insanlar gözəl natiqlik qabiliyyətinə malik olurlar. Oxatan bürcü altında doğulan insanlar aratırdılar. Məntiq, ağıl onlarda həmişə üstündür və Oxatan bürcü altında doğulan insanlar öz ağıllarıyla və gözəl natiqlik qabiliyyətləri ilə hamını ətrafına cəm edə bilir və idarəçilik qabiliyyətini daha da yüksəldə bilir. Çünki bu başarı onlarda var. Oxatan bürcü altında doğulan insanlara niyə görə həmişə qibtə eləyirlər? Bilirsiniz niyə görə? Çünki oxatanların yox yerdən Allah rızısını verir. Niyə görə? Oxatanlar halallığı sevir. Çünki oxatanlar gözəl bilir ki, onlara bir haram gəlsə, 1000 halal gələcək. Ona görə də ancaq onlar halal zəhmət çəkirlər, halal çörək qazanırlar və halallığa daha çox üstünlük verirlər. Və bir də əsl onların ruzu, bərəkəti niyə görə olur? Allah onları niyə darda qoymur? Çünki Allah onları heç vaxt darda qoymayacaq. Oxatan bürcü altında doğulan insanlar həmişə öz valideynlərinə diqqət, qayğı, maddi və mənəvi dəstək göstərdiyinə görə Allah onların başından həmişə tökəcək. Lap darda qalan oxatan da bilsin ki, getdikcə onlar o darlıqdan çıxacaq və işləri uğurlu, xeyirli gələcək. Əgər bir valideyn, bir ata və yaxud da bir ana Oxatan bürcü altında doğulan bir xanıma və yaxud da bəyə deyirsə, ay bala, sənin görüm Allah qapılarını açsın, ay bala, sinəndə ağ tüklər bitsin, ay bala, səni görüm, Allah özü qanadında saxlasın. Bəli, bu xeyir duanı alan oxatanlar, ona görə də xeyir tapırlar, ruzu tapırlar, bərəkət tapırlar. Oxatan bürcü altında doğulan bir xanım, əgər yaxşı bir ailəyə qismət olursa və yaxşı bir ailəyə gəlin köçürsə, onlar o ər evində gözəl bir yemək süfrəsi oturanda, gözəl bir yemək yeyəndə həmişə yadına kasıb bacısı düşür, kasıb qardaşı düşür və yaxud da anası düşür. Görəsən onlar nə yeyir, görəsən onlar nə içir, görəsən onlar necə dolanır. Çünki Oxatan bürcü altında doğulan xanımlar ailə qurduqdan da sonra ürəkləri analarının, atalarının, bacılarının, qardaşlarının yanında qalır. Oxatan bürcü altında doğulan bəylər həddindən artıq özlərindən razı və sözlərini deyən və həmişə qohuma, əqrəbiyə, dosta, tanışa əl tutandılar. Xanımlar da, bəylər də. Çox qəribədir ki, Oxatan bürcü altında doğulan xanımlar və bəylər eyni xasiyyətə malikdir. Eyni psixologiyaya malikdir. İkisi də, xanımlar və bəylər də sevgilərinə sadiq, dediklərinə sadiq, ondan sonra canım sizə desin, şöhrətpərəst,
Ondan sonra ruzu qazanar və qazandıqlarını da həmişə maraqlı və lazımlı yerlərə xərcləyər. Düzdür, əl tutmağı sevirlər, kömək etməyi sevirlər, amma özlərini də heç vaxt qoymurlar ki, o qara günsün, həmişə onların əlinin altında nəsə olur. Olmasa da Allah onları çox yerdən yarıdır. Oxatan bürcü altında doğulan insanlar vəfalıdır, sədaqətlidir. Çünki 2 il bundan qabaq oxatanlar yüksələn bürcü idi. Amma oxatanlar üçün düşərli il olmadı. Oxatanlar maddi və mənəvi cəhətdən çox ziyanlıq çəkdilər. Amma inşallah bu il 2026-cı il demək olar ki, may ayının sonu heç, iyun 6-cı ayın əvvəlindən 10-undan başlayaraq oxatanların həyatında müxtəlif dönüşlər olacaq. Oxatanlar yeni nailiyyətlər, uğurlar, ev almaq, ev satmaq, vəzifəyə getmək, ondan sonra necə deyim, karyera qurmaq, biznes layihələrini həyata keçirmək, sənət, dokument, kağız işləri və yeni nailiyyətlər əldə etmək və insanlarla yeni vəhdət təşkil eləmək, uzaq səfərlərə getmək, uzaq səfərlərdən kimlərisə gözləyirsə gələcək onlar və yaxud da oxatan bürcü altında doğulan bəylər və xanımların həyatında bu 2026-cı il iyun ayının 6-cı ayın 10-undan düz 2027-ci ilin fevral ayının 19-na kimi yeni nailiyyətlər olacaq. Maddi və mənəvi cəhətdən və sevgi sarıdan uğurlar olacaq. Çünki onların yarımçıq qalan sevgiləri həyata getəcək və inşallah ki, uğur, xeyir, bərəkət oxatanların olacaq. Niyə görə? Oxatanlar Allaha bağlı insanlardır. Hamımız Allaha bağlıyıq, amma oxatanlar inanın ki, bir köynək bizdən yaxındır Allaha. Çünki onlarınki o hökmü, onlarınki o deyimi, onlarınki o ağızlarından çıxan sözə əməl eləməyi və oxatan bürcü altında doğulanlar həmişə öz sözlərinin ağası olaraq qalırlar. Xanımlar da bəylər də, xanımları bəylərindən, bəyləri də xanımlarından dəyərlidir. Əgər həyatınızda bir oxatan bürcü altında olan xanım və yaxud da bəy varsa, müğayət olun, inanın, ruzu onların əlindədir, ruzu onların ayağındadır. Onlar hara getsələr də ruzu onların olacaq. Ona görə də 2026-cı il, düz 2027-ci il fevral ayının 19-na kimi oxatanların həyatında yeni nailiyyətlər, uğurlar, şanslar, sevgi dolu günlər, romantika sizindir. Bax, bunu mən deyirəm, vaxt olacaq oxatan bürcü altında doğulanlar yazarsınız altından. Oxatan bürcü altında doğulan insanlar hansı bürclərlə sevgili olsalar, ailə həyatı qursalar daha uğurlu, daha xeyirli olar. Oxatan bürcü altında doğulan insanlar demək olar ki, dolça bürcü, buğa bürcü, tərəzi bürcü və şir bürcü altında doğulanlarla nikahları uğurlu və xeyirli olar. Mən inanıram və öz təcrübəmə də söykənərək deyirəm ki, oxatanlar oxatanlarla da gözəl ailə qurarlar. Çünki onlar ayrılıqda bəlkə bir-birini sevməyə bilər, amma ailə qurduqdan sonra oxatan bürcü altında doğulan bəyin bir hərəkəti, bir işarəsi oxatan bürcü altında doğulan xanıma yetər. Çünki Arifə bir işarə özü də bəsdir. Ona görə də oxatan bürcü altında doğulan insanlar sizi sevirəm. Sizi sevirəm və sizi Allah qorusun və inanıram ki, oxatan bürcü altında doğulan insanlar 2026-cı ildən belə ilham alacaqlar. Həyatınız uğurlu, xeyirli və gözəl günlər bəxş eləsin sizə. Qısa bunları deyirəm, ancaq təqib atın, paylaşın və bəyənin, istər Instagramında, istərsə də TikTokunda. Instagramda həftənin bazar ertəsi, TikTokda isə həftənin bazar günləri axşam 22:00-da canlı açacağım və orada da suallarınıza cavab verəcəm və gözəl bürclər bitdikdən sonra illərdən danışacağım və onda biləcəksiniz ki, illər də daha vacibdir. Ona görə də hətta yüksələriniz haqqında da geniş məlumat verəcəm. Bircə yetər ki, bax o barmağınızı zəhmət olmasa bəyənin, təqib atın, paylaşın və səhifəmə abunə olun. Həm Instagram, həm də TikToka. Öpürəm sizi, var olun. Allah sizi pənahında saxlasın. Sizi və sevdiklərinizi, sizi sevənləri Allah özü qorusun. Ayda onu bilin ki, hələlik bura qədər mən dediklərim ulduzların vəd etdikləri idi. Amma onu da unutmayın ki,
aydan da, ulduzdan da, güneşten de yüksekte yalnız ve yalnız Ulu Tanrı dayanır. Qoy Ulu Tanrı sizə yar olsun.